Hazırda dünyada ciddi təhlükəli infeksion xəstəliklərin nəzarət altında saxlanmasının ən effektiv yollarından biri peyvəndlənmə sayılır. Amerika Pediatriya Akademiyasının məlumatlarına əsasən vaksin profilaktikanın sayəsində hər il dünyada 4,5 milyon insan ölümcül xəstəliklərdən qorunurlar və ölümdən xilas olur. Məhz bu səbəbdən bütün dünyada, bütün ölkələr öz epidemiolojik vəziyyətlərinə uyğun profilaktik peyvəndləri tətbiq ediblər. Eyni zamanda Azərbaycanda da peyvəndlər Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş peyvəndlər cədvəli üzrə aparılır və 11 infeksion uşaq xəstəliklərdən bizi və bizim körpələrimizi qoruyur. Onu qeyd etmək lazımdır ki, ilk peyvəndlər doğularkən vurulur körpəmizə doğum evlərində. Bunlar hepatit B və vərəmə qarşı peyvəndlərdir. Daha sonra körpəmiz doğum evindən yazılır evə və yaşadığı yeri üzrə sahə həkimi nəzarəti altında 2 aylığından etibarən düz 6 yaşına qədər bütün profilaktik peyvəndlərini ala bilər.